Cənab əsgərlər, bugünkü yarışımız Azərbaycan Respublikasının dövlət sərhədində, sərhəd zastavasının xidməti ərazisində sərhəd mühafizəsinin təşkili üzrə idi. Sizə verilmiş tapşırıq, şərti sərhəd pozcularının aşkar edilməsi, saxlanılması və qanunsuz yüklərin tapılması idi. Bugünkü yarışı sizə öyrədilənləri praktikada daha düzgün tətbiq edən komanda qazandı. Və bu komanda Kəpəz komandası idi. Kəpəz komandası sizi bugünkü yarışda göstərdiyiniz nəticələrə görə təbrik edirəm. Sol! Hər iki komanda növbəti yarışda uğurlar. Sol! Şəxsiyyət təlimatçıların sərəncamında. Gül! Sərbəst. Sərhədçi! Sərhədçi! Sərhəddə! Sərhəddə! Suda! Suda! Burada! Burada! Dağlarda! Dağlarda! Taşlarda! Taşlarda! Her yerde! Her yerde! Her zaman! Her zaman! Her zaman! Her zaman! Kim? Sərhədçi! Kim? Sərhədçi! Biz kimin? Sərhədçi! Qalib olma səbəbimiz biz Spartak komandasından vaxt məhdudiyyətinə görə biz onlardan tez tapdıq. Və mən elə fikirləşirəm ki, bizim kimi yaxşı müşahidə eləməyiblər. Müşahidə cəhətdən də biz yaxşı idik. Çünki sağ-sol müşahidə edirdik biz. Çox, belə deyim ki, çətin bir yarışma oldu. Çox çətin bir yarışma olmadı. Sadəcə biraz yorucu idi. O da relyefə uyğun, yəni biraz relyefi çətin relyef idi. Hündür kollar idi. Yəni ayağımızı atanda ayağımızın altını görmürdük ki, yəni ot idi. Yəni, sulu yerlər var idi ki, yəni dizə qədər suyun içində idim mən orada. Yəni, şərti pozulan hər ikisini tapdıq, təhvil verdi. Sadəcə rəqib komanda tez bir zamanda tapıb pozuları verdiyi üçün qalib onlar oldu. Spartaz yox, Kəpəz oyunun qalibi oldu, amma əhsən. Bugün biz fərqli bir yarışmanın şahidi olduq. Əsl sərhədçi mübarizəsi. Çünki Azərbaycan Respublikasının dövlət sərhədlərini mühafizə etmək hər bir sərhədçinin ən ali vəzifəsidir. Qələbə münasibətilə Kəpəz komandasını təbrik edirik. Bu qələbə sərhədçilərimizin dözümlüyünün, hazırlığının və vətən sevgisinin göstəricisidir.